Dəyərli izləyicilər, müğənni Elnarə Abdullayeva yenə cəmiyyəti ikiyə bölən bir fikir səsləndirib. Mən onun fikirlərini bəyənirəm. Bəzən də həqiqətən cəmiyyətin əsas belə yaralı yerlərinə toxunur, amma bu dəfə elə deyək də oxdaşa dəyib. Nəyə görə? Çünki çox mübahisəli bir fikir səsləndirib. Deyib ki, qadınlar sosial şəbəkələrdə hekayə bölməsində niyə öz fotolarını paylaşırlar, niyə başqasının əri, həyat yoldaşı sənin o fotonu görməlidir və s. və axır sonra ümumiyyətlə boşanmaların səbəbini sosial şəbəkələrdə görüb. Bunu bir çox köhnə nəsil nümayəndələri söyləyirlər və bəzən də sosial şəbəkədə görürlər bütün günahı. Əslində haqlı deyirlər nəyə görə? Mənim fikrimcə, birincisi ümumiyyətlə sosial şəbəkələr olmadan öncə də boşanmalar var idi. Digər bir tərəfdən də niyə qadının qadından başqa düşməni yoxdur tezisini və yaxud da ki o deyimi möhkəmləndirməyə çalışır və gücləndirməyə çalışır bəzi qadınlar, xüsusən də məşhurlar. Eyni məntiqlə biz də Elnarə xanıma deyə bilərik ki, bax, baxımlı, gözəl, makyajlı, saçı, başı, üzü, botokslu və s. formada niyə minlərlə, yüz minlərlə kişinin qarşısına çıxır, niyə başqasının həyat yoldaşı Elnarə Abdullayevanı o formada görməlidir, məsəl üçün. Həmin məntiqlə başa düşürsünüz. Yəni, xüsusən də bunu bir müğənni deyəndə çox absurd görünür. Xüsusən də bunu 21-ci əsrdə bir qadın deyəndə çox absurd görünür. Söhbət təbii ki, özəl intim fotolardan gedirsə, Elnarə xanım haqlıdır. Amma statusunda kimsə, WhatsApp statusunda və yaxud da ki, Facebook statusunda və yaxud da Instagram statusunda öz fotosunu paylaşırsa, bu paylaşım, sosial şəbəkə nə deməkdir? Paylaşım yeri deməkdir. Hə, müəyyən sərhədlər, çərçivələr daxilində öz fotosunu kim istəyirsə, necə istəyirsə paylaşa da bilər. Və buna ümumiyyətlə bir müğənninin reaksiya bildirməsi ki, niyə başqasının əri səni görməlidir? O çox absurd görünür. Eyni məntiqlə təkrarçılıq olmasın. Niyə başqalarının həyat yoldaşları, ərləri Elnarə Abdullayevanı bax, belə deyək də, hər gün görməlidirlər o formada, o hər gün özünü paylaşmalıdır. Niyə? Yəni, müğənni desə ona olar, sıradan qadınlara olmazmı? Ümumiyyətlə, bu nə yanaşmadır? Təhqiri mən də qəbul etmirəm. Elnarə Abdullayeva onu bu sözlərinə görə təhqir edən bir qadını da polisə şikayət edib, düz edib. Çünki əgər bir fikir söylürseniz, ona normal bir şəkildə reaksiya verilməlidir. Amma lütfən xanımlar, lütfən və lütfən. Yəni, bir-birinizə qənim kəsilməyin, bir-birinizə düşmən kəsilməyin. Ümumiyyətlə, qadının qadından başqa düşməni yoxdur. Tezisində möhkəmləndirməyə, gücləndirməyə çalışmayın. Qadınlar sosial şəbəkədə, belə deyək də, fotoda paylaşa bilərlər, ədəb-ərkan çərçivəsində öz fəaliyyətlərindən bağlı olan paylaşımları da ola bilər, özlərini də ifadə edə bilərlər və s. və s. Yəni, belə deyək də, əgər kimsə əxlaqsızlıq etmək istəyirsə, onu sosial şəbəkə olmadan da edə bilər, deyilmi? Və yaxud kiməsə qarşı hansısa formada əxlaqsızlıq ediləcəksə, bu sosial şəbəkə olmadan da edilir və bugünə qədər də edilib. Sosial şəbəkə yox idi. Hansısa qadın, belə deyək, hər hansı bir xoşa gəlməz hərəkət etmirdimi? Yəni, bunu sosial şəbəkələrin üzərinə bir zəhmət atmayaq. Mənim fikrimcə, sosial şəbəkələr düşmən deyil. Nəyə görə? Çünki sosial şəbəkələr milyonlarla insanın həm də çörək yeridir. İnsanlar öz mağazalarını, öz iş yerlərini, öz kafelerini, restoranlarını, öz media müəssisələrinin reklamını o platformalar üzərindən edirlər. Xəbər burada alırıq, insanlar ticarətlərini burada həyata keçirirlər və s. Yəni, minlərlə mən örnək gətirə bilərəm. Yəni, bir hansısa dərmandan dozasını artıq istifadə edəndə zəhər olur, bir dərmanın dozasını da istifadə edəndə isə insanın orqanizminə fayda verir. Bu tezisi mütləq yadda saxlayın deyirəm. Üzümdə Elnarə xanım oturam, sənəti ilə, xanım xatınlığı ilə, bəzən də belə kişi kimi sözləri ilə hər zaman bizim, belə deyək də, başımızın tacıdır və hər zaman sevdiyimiz müğənnilər siyasındadır. Amma lütfən qadınları aşağılamaq bahasına, bəzi qadınlar var, qadınları belə deyək də sindirmək, qadınları sındırmaq, onların ünvanı xoş sözlər deməməklə rəğbət qazanmaya çalışır. Məncə Elnarə xanım bu kateqoriyada olmamalıdır. Tənqid etmək istəyirsə, hər iki tərəfi eyni dərəcədə tənqid etsin və sosial şəbəkədə kimsə şəkil paylaşırsa, bunun hansısa faciələri gətirib çıxaracağını düşünəcək qədər sadəlöv olduğunu onun mən zənn etmirəm. O kifayət qədər təcrübəli xanımdır.